mənə zəng elədi, İlhamənin yanına. Dedi ki, səni İlhamə xanım oğlunun toyuna dəvət edir. Mən də dedim ki, toyuna. Toyun ki, sağ salamatdır. O da düzgün adamdır da, danışandır. Dedim, mənim onun oğlunun toyuna nə işim var? O vaxt idi ki, İlhamənin qılıncını sağda solda kəsildi və nədənsə qorxurlar ondan, amma kim qorxurdu, biz onu da bilirik, sənəti olmayan insanlar. Və mən o vaxt dedim ki, toyuna, mənim onun toyunda nə işim var oğlunun toyunda? Çıxır, danışır ağzına gələni, mənim tayım deyil. Halbuki ondan əvvəl mən İlhamənin öz verilişimdə tərifləyirdim, ona qarşı həmişə məhəbbətim olurdu. Amma gördüm bir dəfə ki, gördüm ki, bu insan həmişə pisliklə mənə cavab verir, artıq dedim ki, bunu uzaqlaşdırmaq lazımdır. Bir dəfə də Türkiyədən təzə gəlmişəm, yenə Tolik zəng elədi mənə, dedi ki, İlhamə danışmaq istəyir, götürdüm telefonu, İlhamə dedi ki, biz bilirdik ki, o vaxtı Nasifəli məndən yaxşı olmayan sözlər yazmışdı. O bilirdi ki, mən incimişəm Nasifəlimə. Çünki mənim xəbərim olmadan, xoşu gəlmə şeylər yazmışdı. Mən heç ona cavab da verməmişdim. Təbii ki, cavab verməmişdim. İndi də olsa cavab verməyəm. Və İlhamə mənə dedi ki, mən Nasifəlini məhkəməyə vermişəm. İstəyirəm ki, sən mənimlə birləşəsən, biz onu cəzalandıraq. Mən dedim ki, İlhamə xanım, mən heç vaxt heç kimdən belə şey eləmərəm. Heç kimi cəzalandırmaq üçün heç kimdən mən birləşmərəm. Bu, dedim, Rusça dedim də, это подлость. Podlost bilirsiniz, nədir? İlk dəfə deşdirəm. Şərəfsizliyi də mən heç vaxt eləmərəm. Ondan sonra o məndən incidi, məhkəməyə vermişdi. Nəsə qrup yaradmışdı deyəsən Nasifəliyə qarşı. İstəyirdi mən də o qrupun içində olum. Təbii ki, belə şeylər mənlik deyil. Mən dedim ki, heç vaxt belə şey olamaz. Mənim hətta tək Nasifəli yox, mənə ən çox pis eləyən insana da mən kiminləsə birləşib şərəfsizlik eləmərəm ona qarşı. Əgər sözüm varsa, açıq-açıq onun üzrə deyərəm bunu. Amma məhkəmədə gedim, fürsətdən istifadə edin. Elə şeylər eləsəm, mən gecə yata bilmərəm. Kimlərin maraqlıydı ki, sizi Nasifəli xanımdan düşmən mövqeyində saxlasınlar? Kimsə maraqlıydı burada, yoxsa necə? İlhamə xanım özü zəng edib təklif edib. Böyük səhv eləmişdi. O vaxtda Xoşgörəmin qəzeti var idi. Xoşgörəmin qəzetində, mənim onda işim yoxdur ki, ola da bilməz. Bizim sənətlərimiz də tamamilə fərqlidir. Biz tamamilə başqa-başqa dünyaların da insanlarıyıq. Heç bir kəsmə nöqtəmiz də yoxdur, olmuyor Nasifəli ilə. Amma nədənsə, çox xoşa gəlməz şeylər demişdim mənim haqqında. Yəni, çox xoşa gəlməz. Mən o vaxt ona cavab vermədim. Məndən soruşlar, mən dedim ki, onu tanımıram. Deyib, öz üçün deyim, mən cavab verə bilməm. Mən nə deyim ona? Deyir ki, anasının qəlbini tanımır. Mən nə deyim? Bu qədər. İnsan necə belə sözü deyə bilər? Yəni, insanların mənim anamla onların vurmağı da mənə çox təəccüblü gəlir. Çünki mən balaca yaşlardan anasız qaldım.